Which of the following questions does the passage answer? Verilən suallardan hansının mətndə cavabı var? Birinci sualımızda How did Thomas Sankara reduce the country's dependence on foreign aid? Thomas Sankara xarici köməkdən asılı olmağın necə azaltdı ölkənin? Birinci cümləmizin mətndə cavabını düzgün şəkildə tapa bilərik. Yəni birinci cümləni götürmüş olacağıq. Çünki ikinci paraqrafda qeyd olunan məlumatlara əsasən biz sonda görürük ki, o xarici şirkətlərə qarşı mübarizə aparıb, ölkənin torpaq və resurslarını idarə etməyə başlayıb, hansı ki, torpaq sahəsini iri sahibkarlardan alıb yerli fermerlərə verib ki, onlar ixrac etməkdən daha çox öz ölkəsi üçün becərməyə həvəsli olsunlar. Daha sonra ikinci cümləmizdə Who became the president of Burkina Faso after Thomas Sankara's death? Thomas Sankara'nın ölümündən sonra Burkina Faso'nun prezidenti kim oldu? Təbii ki, ondan sonra kim prezident olmağı ilə bağlı hər hansısa bir məlumat qeyd olunmadığı üçün ikinci cümlə doğru cavab hesab olunmur. Üçüncü cümləmizdə In what ways did Sankara promote women's rights? Hansı yollarla Sankara qadınların hüquqlarını yüksəltdi? Üçüncü cümləni düzgün götürmüş olacaq ki, mətndə bu cümləmizin, sualımızın cavabı qeyd olunub. Hansı ki, üçüncü paraqrafda qadınların hüquqları ilə bağlı məlumatda promoting girls education, appointing women to important government position və s. məlumatlarımız verilir. Və o qadınların hüquqlarını, onların sünnətlənməsi, daha sonra qızların təhsilinin yüksəldilməsi, sünnətlənməsinin qadağan olunması ilə dəstəkləyib, daha sonra isə qızların təhsillənməsi və vacib idarə etmə işlərində qadınlara da yer verilməsi ilə bağlı, onları dəstəklədiyi ilə bağlı məlumatlar qeyd olunub. Daha sonra isə dördüncü cümləmizdə verilən sualda How did Sankara leadership end? Sankara'nın liderliyi necə sonlandı? Biz bu haqda da məlumatı mətndən əldə edə bilərik. O səbəbdən dördüncü cümləmizdə düzgün şəkildə götürülmüş olur cavab kimi. Çünki onun liderliyi ilə bağlı qeyd olunan məlumatda lasted only a few years and ended suddenly with his assassination in 1987. Many people remember him as a brave and a visionary leader. Yəni onun hakimiyyəti 1987-ci ildə öldürülməsi ilə qəflətən sonlanmışdı. Ona görə dördüncü cümləmizin də doğru cavabı var. Daha sonra beşinci cümlədə How did Sankara's policies affect Burkina Faso's relationship with neighboring countries? Sankara'nın siyasəti Burkina Faso'nun qonşu ölkələrlə əlaqəsinə necə təsir göstərdi? Təbii ki, qonşu ölkələr haqqında və onun necə təsir göstərməsi ilə bağlı mətndə məlumat qeyd olunmadığı üçün biz 5-ci cümləni doğru götürə bilmirik. Düzgün cavabı olan suallarımız 1, 3 və 4-cü variantlarda qeyd olunmuşdur.